Şükür Allaha, yaxşı qurtardıq. Ötən gecə Fransa-Azərbaycan maçı bitdikdən sonra bu sözü deyən, yazan xeyli Azərbaycanlı vardı. Qınamaq olmur, futbolumuzun, milli komandanın vəziyyəti elədir ki, Fransa qarşısında 0-3-ə də şükür edirik. Bu həmin Fransadır ki, 1995-ci ildə 0-10 hesabı ilə uduzmuşuq və 30 ildir el-aləm arasında zurna balabanı kəsilmək bilmir, hərə bir şəbədə qoşur. Allaha həm də ona görə şükür ki, bu dəfə Fransa-Azərbaycan maçı ilə bağlı yerli-yersiz, duzlu-duzsuz zarafatlar, atmacaların yaranması üçün səbəb olmadı. Fransanın hazırki baş məşqçisi Didier Deschamps həmin 10-0'da komandasının kapitanı, 3 il sonranın dünya, 5 il sonranın Avropa çempionu idisə, bizim Ayxan Abbasov Oser faciəsi vaxtı Buzovnada 9-cu sinif şagirdidir. Dünyanın fərqli bucaqlarında, fərqli statuslarında olan bu adamlar 30 il sonra meydanda qarşılaşır və Deschamps oyundan sonra Ayxanın komandası haqqında rəqibin sıx müdafiəsi qarşısında dik oyun və sürət çatmırdı açıqlaması verməklə bu Azərbaycanın 1995-ci ildə gördüyü Azərbaycan olmadığını işarə edir. Bəli, müsyölər, istər siyasi, istər iqtisadi, istər hərbi baxımdan olduğu kimi futbolda da bu həmin Azərbaycan deyil. Dünənki nəticəyə görə qanı qaralanlar da oldu. Bu kimi kontorlarında Fransanın azı 4-5 qoluna pul yatırıb sonra tüsüsü təpəsindən çıxanlar sosial şəbəkələrdə Fransa özü oynamadı və ya Azərbaycan futbolçuları rəqib qapıçının üzünü görmədi tipində şərhlərlə hirsini çıxmağa çalışdı. Fransa özü oynamadı. Nə edək? Gedək fransızlara yalvaraq ki, siz Allah oynayın. Ayaqlarını tutan yox idi ki, oynayardılar da. Və ya Fransanın qapıçısının üzünü görmədik. Mike Magnan'ın üzünü görmək istəyənlər şəklinə baxıb rahatlaşsınlar. Fernando Sanchez'in dövründə 3 qolu bizə Fransa yox, Estoniya vururdu. Onda oyun vaxtı İsveçin, İslandiyanın qapıçısının üzünü görmüşdük. Biri qapımıza 6, digəri 5 qol vurmuşdu. Debiazin komandası Belçikanın qapısına yaxınlaşmışdı. Əvəzində 5 qol yemişdi. İndi sizə nə lazımdır? Rəqib qapıçısını görmək yoxsa 7-8 qol buraxıb biabır olmaq? Qarşındakı Fransadır. Bir oyuncusunun qiyməti sənin bütün heyətindən baha olan Fransa. Bunu anlamaq belə çətindir. Mbappe heyətin yarısını keçib qol vurursa, bu həm də səviyyə fərqidir. Bizim Elvin Bədəlov az qala Mbappe'yə yalvarır ki, sən Allah oyundan çıx, canımız qurtarsın. Elə moment düşdü ki, ayağı ağrımışdı. Mən deyəndə söhbət oldu. Dedim ki, yəni ağrıyırsansa, yəni zamin istə, sən də rahat ol, biz də rahat ol. Dedi ki, ağrılar var, yəni birazdan zaman istəyəcəm. Fransa maçında millimizin baş məşqçi Fox Debiazi Santuşsa da olsaydı, məşqçi neyləsin, olanımız budur deyib, hələ 0-3'ə görə məşqçiyə alqışla deyəcəklər. Bugün Ayxan Abbasov döyüşkən mübariz komanda meydana çıxarıb. Ağız büzürlər ki, Fransanın qapısına zərbə vurmadıq. Rəhmətlik Sabir 100 il əvvəl deyib də, bənzəmərik dünyada hər millətə, biz dözərik ölkədə hər zillətə. Mindiyimiz kör yabudan düşmərik, yadlara qul, doğmalara düşmərik. Həmin millətik, heç dəyişməmişik. Parisdəki nəticə ilə həmin stadiondan oyunu izləyən Elxan Məmmədov da ciddi narahat etdi. Axı illərlə Azərbaycan futbolunun evini yıxan, bugün Parisdə FIFA'nın çətiri altına sığınan bu zat düz 15 il yerli məşqçilərdən bir şey çıxmaz. Bizim komandaya xaricilər lazımdır deyib, ölkənin pulunu Foxlara, Prasneçkilərə, Yurçeviçlərə, Debiazilərə yedirtdi. İndi bəzilərinin ağız büzdüyü Ayxan Abbasov gəlib bir sutkaya hazırladığı komanda ilə Ukraynadan xal alırsa, Mbappe'nin Fransası qarşısında dişi ilə, dırnağı ilə mübarizə aparıb ən azından biabır olmursa, bu təbii ki, xarici məşqçi konsepsiyasının müəllifi Elxana, Elşad Nəsirova xoş gəlməz. Rövşən Nəcəf də yəqin ki, səhvini başlaşıb. Vaxtında bizə xarici məşqçi lazım deyil deyəndə eşitmədi. 70 yaşlı Santuşla 4 illik müqaviləyə imza atdı. Sonra da yarı yolda kompensasiyasını verib vidalaşmaq oldu. Ayxan Abbasov Santuşluq deyil, olanımız budur deyənlərin ağzını yumdu. Göstərdi ki, Fox'un Almaniya yığması ilə Santuşun Cristiano Ronaldo ilə Avropa çempionu olması fövqəladə bir şey deyil. Məşqçi odur ki, Bəhlulla, Elvinlə, Qismətlə, Şahruddinlə dünya çempionunun qarşısında dayansın. Bəhlul Mustafazadə Parc des Princes-də fantastik oynadı. Müharibələrdə qala divarları uğrunda fədakarcasına vuruşan döyüşçülərə bənzəyirdi. Demək olar ki, hər zərbənin, hər həmlənin qarşısında vardı. Ayxan Abbasovun kəşfi Abdullah Haybullayev Sabahın heyətində son 3 milli çempionat oyununda cəmi 3 dəqiqə meydanda olub. Parisdə zəli olub yapışmışdı Mbappe'nin ayağından. Bax, meydanda can qoymaq, döyüşmək budur. Bizə belə komanda lazımdır. İslandiya 0-5 udzan komanda hara, Fransaya 0-3 udzanlar hara.
Həmin heyət, həmin oyunçulardır da. Məğlubiyyətə görə komanda tərəflənməz, amma bir var əlini qolunu sallayıb uduzmaq. Bir gün əvvəl 17 millimiz elə həmin Fransalı həmyaşıdlarına 0-8 uduzduğu kimi, bir də var bacardığından da artıq mübarizə aparıb məğlub olmaq. Ayxan Abbasovun son 2 oyunda gördüyü iş təqdirə layiqdir. Bir Mahir Əmrəlinin də əvəzinə oyunçu tapsa daha yaxşı olacaq. Futbolçu da bu qədər komanda üçün faydasız olarmı? İkinci Bundesligada futbolçumuz var deyə ümidlə milliyə çağırıblar, elə bil meydanda bulvar gəzintisinə çıxıb. Kaiserslautern də heyətə düşməyənə qədər millinin qapıları Mahirin üzünə bağlanmalıdır. Tək heyətə düşmək məsələsi deyil, xarakter, istək lazımdır. Dediyim kimi Haybullayev klubunda son 3 həftədə cəmi 3 dəqiqə oynayıb. Amma Fransa qarşısında kotan kimi meydanı şumlayırdı. Tərslikdən Mahirin əvəzləyicisi kimi baxdığımız Nərmanla Musa Qurbanlının da oyunu zəifdir. Onlarla müqayisədə hücumda Renat Dadaşov variantı hazırda daha münasib görünür. Qarşıda isə daha bir ağır oyun var. Fransa ilə dueldə bütün gücünü meydanda qoyan heyətin 3 gün sonra Ukrayna maçına tam hazır olacağı sual doğurur. Vəziyyət qəlizdir, amma burada Azərbaycan variantı yada düşür. Ayxan, sən Allah bax gör nə edirsən? İlkin Fiyyatoğlu, xüsusi olaraq Sport Info saytı üçün.